filmdə insan talelərinin tərənnümü ilə biz bu prosesi göstəririk və bu insanlar bir çoxu məhz yaradıcı insanlardır. Şərqi Zəngəzurda görülən dirçəlişə, görülən işlərə və böyük qayıdışa həsr olunub. 9-10 rayonda çəkilişlərimiz olub, bütün yay boyu çəkilişlərimiz olub. Bir gün Ömər aşınındaydım. Çox belə duman tutmuşdu. Dumandan heç zət görmək olmurdu. Birdən gördüm ki, qoyun-quzu səsi gəlir. Eşidəndə ki, Kəlbəcərdə bizim qayıtmağımızın 5 illiyinə həsr olmuş film çəkilir və biz çox məmnunluqla bu filmə çəkilməyə razılıq verdik. 2021-ci ildə cənab prezidentin təşəbbüsü ilə Kəlbəcərə pilot layihəsində bir təsərrüfat qayıtdı və onların içində birinci təsərrüfat bizim təsərrüfatı idi. Həm döyüş xatirələrindən, həm döyüşdən sonra belə deyim, Qarabağ Universitetinə qəbul olma prosesindən, həm təhsil prosesindən və sair yəni belə filmdə danışdıq. Yəni filmdə yer almaq belə deyim böyük qürur hissidir, çünki necə deyim, bu da mənim üçün daha başqa bir uğurdur. Hamısını uçurulub, dağılıb, yandırıblar ümumiyyətlə çünki dağılıb. Sonra da daşları təmizləyib götürüblər. Qarabağın birinci müharibəsində mən olanda gördüm ki, necə bu insanları bunlar faciə ilə belə evlərindən çıxardırlar, öldürürlər, soyqırım edirlər. Amma baxanda görürdünüz ki, dünya mediası başqa cür bu mövzunu göstərirdi. O vaxt Azərbaycanlıların səsləri dünyaya çatmırdı. O vaxt mən bunları dünyaya göstərirdim.